hətta sən bunlara təlaq da verə bilərsən. Yəni, bəhslərə işarə vurur. Ondan sonraki ayələrdə hətta deyir, əgər sizlər, ey xanımlar, mən indi misal çəkəcəm. Ey xanımlar, əgər günah iş görsə, sizin əzabınız 2 qat olacaq. Səvab iş görsəndə 2 qat səvab verəcəm. Çünki günah məsələsinə də işarə var, mən onu vuracam. O misalı da sonra Peyğəmbərdən itaət edin, Allahdan itaət edin, təqvalı olun. Bu sözləri deyəndən sonra həmin 33-cü ayədə buyurur ki, وَقَرْنَ فِي بِيُوتِكُنَّ Bu yenə də xanımların aiddir Peyğəmbərin. Sizlər öz evlərinizdə oturun, evlərinizdən çıxmayın. Ki biz bəhs açacaq ki, Ayşə xanım çıxmışdı Cəməl müharibəsinə, halbuki ayə deyir onu otur evində. Onun təfsirlərini də getirəcəm mən. وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى Özdə o ilk cahiliyyət dövrü kimi, yəni o rəftarlarla rəftar eləməyin cəmiyyətdə. Aqimnə səlat və atinə zəkat və ati'nə Allah və Rasulə Namaz qilən, zəkat verin, Allah və Peyğəmbərindən itaət edin. Burada bəhs qutarır. Çünki əgər fikir versəz, ərəb dili bilənlər olsa, qadın zəmirləri ilə buradakı bəhsə qutarır. Allah və qarnə, buyutukunnə, təbərrəcnə, sonra aqimnə, atinə, ati'nə və 28-də də bu cürdə. Hətta bu ayədən sonra ki, indi tətir ayəsini oxuyacam, ondan sonra da 34-cü ayədə yenə də arvad xanımlarının da ayə deyir ki, vəzkurnə yenə də qadın, yəni ərəb dilin, ingilis dili, rus dili kimi olduğu kimi qadın cinsi, kişi cinsi var. Məlum oldu. Bu qadın cinsində gəlib bunlar hamısı şəkilçilər. Yəni ərəb dili olan mən xidmətində hazıram. Heç kişinin buna sözü ola bilməz. Sözü olanın anası anadan olmayıb bunun. Olsa mən o adamın xidmətində hazıram. Gəlsin desin ki, belə bir şey yalandır. Bu bir. Amma bu ayənin bu hissəsində Allah Teala buyurur. Və innəmə yuridullah liyuzhibə ankumar-rijs əhləl beyt və yutahhirikum tathira. Gördünüz, burada ərəb dili bilən olsaydı, zəmirlər dəyişdi kişi zəmirləri. Yəni kişi şəkilçilərinə, kişi cinsinə aid olan şəkilçilərdən istifadə olanda buyurur. İnnəmə yalnız yuridullah, Allah iradə eləyir. Neyi iradə eləyir? Liyuzhibə ankumar-rijsə Sizdən bütün günahların olmasını, yəni sizlərin məsum olmağınızı. Əhləl beyt, ey beytin əhli. Və yutahhirəkum tathira və sizləri pakizə qərar verir bu Allah. Pakizə qərar verir və siz məsumsuz, ismət əhlisiz, günah sizlərə adiyyəti yoxdur. Bu barədə mən ilk növbədə təfsirə keçməmişdən qabaq bu barədə Əhl-i Sünnət mənbəsi keçən dəfə də işarə vurdu. Bunu hələ inşallah qardaşlar da bu kitabın üzünü yaxşı nişanına verərlər. Səudiyyənin çapıdır. Vəhhabiyyət özü bu kitabı buraxıb. Bunların səhihi kitablarıdır, 6 səhih kitablarıdır. Kutub-ı Sittə deyirlər buna. Həmin o kitabda özü Səudiyyə bunu çap eləyib. 4-cü çapıdır bu məndə olan. 2008-ci ildə çıxıb. 4-cü çap. Həmin bu kitabda mən bir neçə dənə rivayət sizlərin nəzərinizə çatdırıram. Birinci rivayət Səhih-i Müslimdəndir. Salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Səhih Müslim Mənaqib Fəzail-i Səhabə babı kitabı. Bu ayə barəsində Səhih Müslim bunu deyir. Mənim daha işim yoxdur, mən hələ Səhih Müslim nə deyirsə, onun nəzərinizə çatdıracaq məndən.
ondan artıq heç kimlə mənim daha işim yoxdur. Və bunların öz səhih kitablarıdır. Yəqin ki, ən azı öz səhih kitablarına etiqadları olar. Demək, Kitab-ı Fəzail-i Səhabə səhifə 1104 Bab Fəzail Əhlil Beytin Nəbi sallallahu aleyhi və səlləm Hədis 2424 Hədisi oxuyuram. Haddəsənə Əbu Bəkr ibn Əbi Şeybətə və Muhammed ibn Abdullah ibn Numeyr və ləfzul Əbi Bəkr qala, bu iki nəfər, yəni Əbu Bəkirlə Muhammed ibn Abdullah deyirlər. Haddəsənə, bizə də bunu nəql edib. Kim? Muhammed ibn Beşr ən Zəkəriyyə. Bunu Muhammed ibn Beşr Zəkəriyyadan deyib. O da kimdən? Ən Mus'ab ibn Şeybə, ən Səfiyyətə binti Şeybə. Səfiyyə, Şeybənin qızı Səfiyyədən ki, qalət, o Səfiyyə xanım deyir. Nə deyir? Qalət Aişətü, Aişə xanım deyir, Ümmül Müminin. Bunların xüsusilə bayraq tutduqları insan. Bunlar analarının sözündən də sıxmırlar. Biz deyirlər ki, Aişə üçün filan söz deyirsiniz, filan söz deyirsiniz. Aişə söz deyib, olmasa Aişənin sözünə qulaq asın. Bunlar o qədər əhl-i beytlə düşməndirlər ki, hətta öz adamları deyəndə ki, bu ayə əhl-i beytə aiddir, bunlar qıcıqlanırlar. Hətta onun öz ata-babalarının, nənə-babalarının da sözünə qulaq asmırlar. Aişə nə deyir? Aişə xanım deyir ki, xaracən nəbiyyü qadətən və aleyhi mərtun murahhalun min şa'rin asvad fəcəəl Hasan ibn Aliyyin fəədxiləhu thumma cəəl Huseyn فدخل معه ثم جاءت فاطمة فأدخلها ثم جاء علي فأدخله. Atlar ki məlumdur da, Hasan, gördünüz də Hüseyin, Fatıma-i Zəhranın adı Ali aleyhisselam. Deyir Peyğəmbər Əkrəm yanına bu 4 nəfər daxil oldular. Sümmə qal, sonra Peyğəmbər buyurdu. İnnəmə yuridullah liyudhibə ankumur-ritsə əhləl beyt və yutəhhirəkum təthira. Bu ayə bu 5 nəfərə aiddir. Səhih Müslim səhifə 1104 sənədində dedim, kitabı da göstərdim, hədisin nömrəsində dedim. İndi sonraki bəhsim mən Cami Tirmizidən deyəcəm. İnşallah salavat zikr edin. Allahümme salli ala Muhammed və ali Muhammed. Əhzab surəsinin təfsirində Sünən-i Tirmizidə bu kitaba görə o Sünən-i Tirmizini adlandırıb Cami-ü Tirmizi və hədisə çox diqqətlə mən bunun hədisin sonra sənədlərini zadı deyəcəm. Hədisin ikisini oxuyuram, çünki vaxtım yoxdur bir-bir bunları oxumağa. Hədis bu cürdür. Səhih Müslim səhifə 1979 hədisin nömrəsi 3205 Haddəsənə Quteybətu. Quteybən deyir, bu hədisi nəql edir Tirmiziyə. O da nəql edir bu şəxsdən. Haddəsənə Muhammed ibn Süleyman ibn İsbəhani ən Yəhyə ibn Ubeyd ən Ata ibn Əbi Rabah ən Ömər ibn Əbi Sələmə Rabibin Nəbi qalə. Yəni Ömər ibn Əbi Sələmə nəql edir ki, qal, dedi, ləmmə nəzələt hazihil ayə alən nəbi. Bu ayə Peyğəmbər Əkrəmə nazil olardında, o ayə hansı?